Hansı gənci dindirirsən, deyirsən, niyə bir uşaq deyə, qardaş, mən nəyimə lazımdır? Çünki haqlıdır. Nədə haqlıdır? Pampers aylıq 150 manat, uşaq yeməkləri 27-30 manatdan normal yeməklər 27-30 manatdan başlayır. Hesablayanda gəlir təxminən 180-250 manat civarında uşağın yeməyi eləyir. 150 manata pensiyasına gələndə 350-400 manata yaxın bir uşağın ancaq pampers ilə yeməyi eləyir. Sabah bunun həkimə düşməsi var, bunun paltarı var, bunun ayaqqabısı var, bu uşağın bağçası var, nəyi var, nəyi var. Qardaş, gənc də deyir ki, qardaş, mənim evim yox. 500 manat, 550 manat maaş alıram, mən bunu kirayəyə mi verməliyəm, pampersə mi verməliyəm, uşaq yeməyinə verməliyəm. Nəyimə lazımdır uşaq? Bu dövlətə lazımdır uşaq, mənə lazımdır, mənə bir uşaq kifayət eləyir. Dövlətə lazımdır, zəhmət çəksin, Rusiyadakı kimi təşviq eləsin. Rusiyada bir uşağa 10.000 dollar, iki uşağa 20.000 dollar. Üçüncü uşaq olanda dövlət evlə mükafatlandırır. Biz 10 manat verməyə belə, 20 manat verməyə belə ərinirik.